Fövqəladə Hallar Nazirliyi İlaxır Çərşənbə ilə əlaqədar əhaliyə müraciət edib. Xüsusi təmtəraqla qeyd olunan İlaxır Çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə sonda arzu olunmaz nəticələrə gətirib çıxara bilər. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək İlaxır Çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Bayram tonqalı ev, avtomobil, elektrik naqili ağac və digər yanar əşyalardan kənarda yandırılmalı. Tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı. Tonqal üzərindən atılarkən ehtiyatlı olmalı. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalı. Süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Yadda saxlayın, pirotexniki vasitələrdən istifadə qadağandır. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin.